Hər birinizi xoş gördük. Bugün sizə manatla necə qazanılır, həmin bu tətbiqi sizə izah edəcəm. Bugün VOVA proqramı haqqında danışacağıq. Gəlin daxil olaq proqrama. Deməli, açıqlamalar və şərhlər bölməsində link qoyacağım, qeydiyyat linki. Oradan daxil olursunuz. Qeydiyyat çox sadədir. Nömrə yazırsınız, Gmail yazırsınız, parol təyin edirsiniz özünüzdən. Qeydiyyat olub bu proqramı da yükləyə bilərsiniz dostlar. Burada referallar bölümüdür. Dəvət etdiyimiz referallar burada görünür. Dəvət linkini buradan götürə bilərsiniz özünüz üçün. Burada yığdığımız balanslardır. Minimum çıxarış 653 Vovcoin'dir dostlar. Birbaşa bank kartını çıxarış eləyir. Gəlin mən sizə bunu bir-bir izah edeyim. Burada chat bölməsi var. VOVA proqramında olan dostlarınızla siz buradan yazışıb, danışıb, söhbət edə bilərsiniz. Burada liderlik bölümüdür. Hər hansı səviyyədə olduğunuz sizə burada göstərir. Burada kəşfiyyat bölümüdür dostlar. Deməli, AliExpress, eBay, digər shopping mağazalardan deməli sifarişlərinizi buradan yerinə yetirərək əlavə kəşfiyyatlar qazana bilərsiniz və göründüyü kimi burada məsəl üçün buradan deməli alış-veriş eləsəz 33.75% sizə balansınıza geri qayıdır pul. Əsas bölmə budur. Buradan dostlar qazanc əldə eləyəcəyik. Play Games nədir? Burada turnuvalar keçirilir, müəyyən oyunlar keçirilir və həmin oyunlarda müəyyən yerlər qazana bilərsiniz və oyunlarınızda gələn qazanclar da bu bölmədə yerləşir. Deməli, burada əsas qazancımız bu bölmədən olacaq. Kəşfiyyat dediyim kimi digər shopping mağazalardan kəşfiyyat eləyirsiniz. Play Games yuxarıda göstərildi. Deməli, siz balansınıza pul vurub buradan zəng də edə bilərsiniz. Yubi nədir dostlar? Yubi burada günlük saat deməli günorta 1-də 12-də 1-də sizə bonuslar gəlir. Onu alıb balansınıza əlavə edə bilərsiniz. Burada da digərləri önəmli deyil. Burada qazancınızı sizə göstərir, tarixçədir. Burada kəşfiyyat çıxarış bölməsidir. Hamısını sizə izah edəcəm. Gəlin oyun barədə biraz qısa məlumat verim sizə. Deməli, bu bölməyə dostlar daxil olacağıq. Bu bölmədə dostlar bizi nə qarşılayır? Burada 3 dənə deməli videolara baxırsınız, coin qazanırsınız. Burada da əsas oyunları göstərir. Burada da deməli hamısı oyunlardır. Burada da oyunlar var, burada da oyunlar var. Gəlin bura baxaq. Burada məsəl üçün deyək Fiberə daxil olaq. Burada məsəl üçün oyunlardır. Üstünə vurursunuz dostlar, missiyaları keçirsiniz. Hər missiyaya uyğun sizə deməli pul qazandırır dostlar. Məsəl üçün bunun üstünə vuraq. Burada məsəl üçün sizə izah verir ki 8242 Vovcoin qazana bilərsiniz və hər levellərdə də deməli coinlər qazanırsınız dostlar. Buradan çıxaq, digərinə daxil olaq dostlar. Deməli baxaq, burada görək, Tapjoya baxaq. Burada da deməli coinlərdir. Məsəl üçün deyək birinə daxil olur bura. Məsəl üçün 140 Vovcoin verir dostlar. Deməli oyunu oynayırsınız, missiyaları keçirsiniz. Məsəl üçün deyək bu missiyanı keçirsiniz 1 Vovcoin verir. Bu missiyanı keçirsiniz 1 Vovcoin verir sizə. Yəni belə missiyaları tamamlayırsınız dostlar. Ümumilikdə 140 Vovcoin sizə verəcək axırda. Müddəti var. Yəqin ki, bir 30 gün, bir 40 gün müddətində siz oyunu tamamlamalı olmalısınız. Burada da tapşırıqlar var. Siz özünüz baxa bilərsiniz. Gəlin çıxarışı mən sizə izah edeyim. Çox uzun getməsin. Birbaşa bank kartını çıxarış eləyir. Dostlar, kəşfiyyat bölməsinə vururuq. Bizi brauzerə yönləndirir və oradan biz çıxarışımızı eləyəcəyik. Diqqətlə izləyin ki, hər bir məlumatdan agah olasınız, yəni bunu biləsiniz. Burada göründüyü kimi kontur kimi də çıxarış eləyirlər. Digər ölkələr daha azdır burada, yəni kontur kimi. Burada bizim balansımız göstərir. Burada isə çıxarış balansımızdır dostlar. 60 gün ərzində, belə deyim, yığdığınız coinlər çıxarış balansına gəlir. Burada yəni yazır. Və xırda-xırda yəni çıxarış balansına köçür dostlar. Yəni 717 Vovcoin'im var. Mən 650 çəkə bilərəm. Burada göründüyü kimi çıxarışlar var. Mobil kontur kimi də çıxarış eləyir. PayPal-a çıxarış olur. Bank e-mail adresinə türklər kimi məsəl üçün bank akkauntuna çıxarış eləyə bilərsiniz. Mən kartı seçirəm dostlar. 653 Vovcoin çıxarış eləyəcəm. Burada üstünə vururuq və buradan diqqətlə baxın ki, deməli Azərlər necə çıxarış eləyir, onu görə biləsiniz. Burada dostlar bank kartınızı bağlayırsınız.
Yəni change bölməsi var. Burada bank kartınızı bağlayacaqsınız. Mən virtual kart bağlamışam dostlar. Nəyə görə? Çünki xarici ölkədən gəldiyinə görə CVC zad da istəyir. Amma yəni çıxarışlarım olub, heç bir problem də olmayıb. Ona görə də öz debet kartınızı bağlamağı məsləhət görmürəm. Elə virtual kart varsa digər Yellow Bankdır, nə bilim Unibankdır. Bunlarda virtual kartlar olur da, yəni digital kartlar. Ondan bağlayırsınız, yəni daha təhlükəsiz. Yəni pul olmayan bir kartı bağlayırsınız. Oradan çıxarış eləyirsiniz. Belə deyək, buradan baxırıq ki, deməli 653 WOW coin çıxarış eləyəcəyik. 1 dollar komissiya tutur, plusdakı 8% də belə komissiya tutur, yəni çıxarışa. 2-5 gün ərzində deməli bizim gəlir bank kartımıza gələcək. Buradan ölkəni seçirik dostlar. Deməli buradan Azərbaycanı seçirik. OK vururuq. Və dostlar, mən bank kartımı bağlamışam deyə, ona görə də məndən də bank kartı istəmir, birbaşa çıxarış eləyəcəyik. Buradan 653-ü seçirik və bizə deyir ki, 5 dollar bizim balansımıza, yəni 8.5 manat bizim balansımıza gələcək. Yəni Google Play-də hər hansı bir yerdə bağladığınız karta gələ bilər dostlar. Continue vuracağıq dostlar. Onu da qeyd edeyim ki, buradan 4 gün aktiv olmalısınız ki, arda-arda yəni proqrama girib bonusları almalısınız ki, məsələn deyək, siz çıxarış eləyə biləsiniz. Yəni 4 gün aktiv olmasanız, sizə çıxarış vermir dostlar. Və qazandığınız coinlərdə 60 gün ərzində sizin balansınıza gəlir köçür. Continue vuraq dostlar. Və burada mənə göstərir ki, 5 dollar mənim balansımı köçəcək. Mən dostlar deməli parolumu yazım və bunu təsdiqləyim və keşə ata vurum, çıxarışı gözləyək. Və dostlar, hazırdır. Deməli, biz buradan çıxarış elədik, təbriklər deyir və pulun gəlməyini 2-5 gün ərzində, yəni pul ödənilir. Bu real bir, yatırımsız bir layihədir. İllər də gedir. Yəni mən bunu 2020-ci ildən tanımışam. Daha da əvvəldən bu gedə bilər. Yəni bütün ölkələrdən buradan yəni çıxarış olunur. Yəni dəqiq bir şeydir. Yəni mən özüm də çıxarış eləmişəm buradan daha əvvəl. İndi də çıxarış elədim. Yəni belə. Deməli, go cash out-a vuraq. Yəqin ki, burada history bölməsindən biz göründüyü kimi siz deməli çıxarışı eləmişik deyir. Və email ilə dostlar deməli kod gedib. Bəli dostlar, deməli göründüyü kimi deməli emailімizə təsdiq mesajı gedib ki, siz bunu təsdiqləyin. Daxil olaq görək ki, bu bizə burada nə deyəcək? Yəni yatırımçısı olan layihələrdə birbaşa email ilə bağlı olur və deməli bizə bu buradan gəlib dostlar. Yəni bildiriş gəlib bizə ki, yəni çıxarışlarınız deməli mümkündür, yəni çıxarış olunub deyir. Dostlar, deməli burada deməli heç emailimizə daxil olmağa ehtiyac yoxdur. Burada yazır ki, 2-5 gün ərzində kartınıza çıxarış gələcək dostlar deyir. Deyir ki, emailə gələn bu mesaja deyir cavab verməyin. Yəni nağlaşdırma tələbini deyir ki, deməli geri qaytarmaq istəyirsinizsə deyir. Həmin linkdən deməli siz bu linkdən pulunuzu geri qaytara bilərsiniz dostlar hesaba. Yəni istəmirsinizsə çıxarışı qaytarmaq istəyirsinizsə dəstəyə yazın deyir. Çıxarışınızı qaytarın geri. Yəni buna ehtiyac yoxdur. Pulumuz gələcək inşallah ki. Belə dostlar, 9 dəqiqəlik deməli videomuz da yekunlaşdı. Və deməli göründüyü kimi burada referallarımızdır. Burada göründüyü kimi coinlərdir. Deməli history bölməsinə baxaq. Yəqin ki, burada çıxarışlarımızı görə bilərik. Görək nə göstərir. Dostlar, deməli çıxarışlarımızı göstərir. Burada deməli çıxarışlarımızı eləmişik. Və gözləmədədir dostlar, yəni. Burada hissələ bölməsindən siz görə bilərsiniz günlük Yubi qazanclarınızı görə bilərsiniz. Bu da bir deməli gəlir oturur, belə deyim, balansa dostlar. Yəni belə çox gözəl bir sitedir. Yəni faydalanıb, yararlana bilərsiniz dostlar buradan. Referal linkim dostlar qeydiyyat şərhlər bölməsində, açıqlamalar və şərhlər bölməsində olacaq. Siz buradan yararlanıb qazana bilərsiniz. Manatla ödəyir, hamıya uğurlar.